Salam, xoş gördük hər birinizi. Bu günləri sadə pechenye resepti ilə gəlmişəm. Ərzaqların tam miqdarı aşağıda qeyd edəcəm. 1 ədəd yumurtaya 60 qram şəkər əlavə edib, şəkər tozu əlavə edib qarışdırıram. Ərzaqlar ev temperaturunda olmalıdır. Yumşalmış, kərə yağı, margarin fərqi yoxdur. Əlavə edirəm, qarışdırıram. Ərzaqları çox qarışdırmağa ehtiyac yoxdur. Mən 150 qram qatıqdan istifadə elədim. Və qatığa yarım çay qaşığı soda töküb qarışdırıram. Əgər siz süddən istifadə eləsəz, qabartma tozundan istifadə edin. Unun tam miqdarını deyə bilməyəcəm. Vanil də əlavə edirəm, biraz duz da əlavə edirəm. Bir çimdik. Undan fərqli olduğu üçün tam miqdarını deyə bilməyəcəm. Xəmir nə yumşaq, nə də bərk olmalıdır. Ələ yapışmalı deyil. Xəmiri yoğurandan sonra xaladenikdə, soyuducuda 30 dəqiqə dincəldirəm. Bir paketini salafanın içinə qoyuram. 30 dəqiqə xaladenikdə xəmirimiz dincəlir. Xəmirimiz artıq dincəldi. Altına, üstünə biraz un əlavə edirəm. Nə qalın, nə nazik xəmir açıram. Bu arada bəyəndinizsə abunə olmağı, like atmağı unutmayın. Məndə belə bir forma vardı. Siz istədiyiniz formadan istifadə edə bilərsiniz. İstəsəz belə kəsib şəkər tozuna batırıb bişirə bilərsiniz. Onda xəmiri nəzik açmaq lazım deyil, biraz qalın açmaq lazımdır. Mən forma verdiyim üçün biraz nəzik açdım. Və una bulayaraq xəmirləri kəsə bilərsiniz. Stəkanın ağzı ilə də açmaq kəsmək olar. Belə forma kəsmək olar. Yəni fərqi yoxdur. 4 inç formalar ola bilər. Mən belə bir forma verirəm. Ona görə biraz nəzik açdım. Amma belə forma verərkən qıraqların çox bərkitmək lazımdır. Yarpaq formasında baş barmağımızın içini biraz belə için batırırıq. Yarpaq formasını versin deyə. Bərk eləmək lazımdır, yoxsa bişərkən formasını itirəcək. Əgər siz belə forma istəmirsinizsə, qeyd elədiyim kimi, bax belə sadə formada da kəsib pesoka şəkər tozundan əlavə eləyib batıraraq bişirə bilərsiniz. Fərqi yoxdur, dad eynidir. Çayların yanında, çayın yanında çox dadlıdır. Siz də hazırlayıb nuş eləyə bilərsiniz. %180 dərəcədə altı üstü biraz qızarınca bişirirəm və qalan xəmirdən də yenə də un əlavə eləyib açıb forma verirəm. Artıq peçenyelarımız bişdi. Üstünə şəkər pudrası əlavə eləyib belə bir forma verdim. Çox dadlıydı. Siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Bəyəndinizsə abunə olmağı, bəyən deməyi, basmağı unutmayın. Hələlik.